Ay, niye böyle tezden gelmişsen? Hayır ola. Ad günü mübarək ata. Neçə kərəm sizə demişəm ki, mənim ad günüm bugün deyil, sabahdır. Anam həmişə bugün qeyd eləyərdi. Ona görə də ənənəni pozmadıq. Özünüz bilərsiniz. Mənim üçün artıq fərqi yoxdur. Ancaq elə eləyin ki, ölüm günümü çaş-baş salmayasınız. Bu nə sözdür ata? Ölümdən niyə danışırsan? Çünki vaxtı ilə sənin rəhmətli ananın buraxdığı tarixi səhvi düzəltməkdən ötürü mən ad günümdə ölmək fikrindəyim. Yaxşı da ata. Hamı 8-də gələcək. Bütün uşaqların, nəvələrin yanında olacaq. Əlim əlimdə gələcək. Əzizim Murad mən, sizin mərhum həyat yoldaşınız elə gözəl bir ənənə yaratmışdı ki, onu yaşatmaq bizim borcumuzdur. Bizim ad günlərimiz ikisi də bir günə düşür. Ona görə bilərəkdən sizin ad gününüzü bir gün qabağa çəkmişdi ki, hər ikimiz bir-birimizin ad günündə iştirak edə bilək. Sabahki yubiley konsertində mənim nə qədər melodiyam səslənəcəksə, hamısını ithaf edirəm sizə və sizin mərhum xanımınıza. Mən biraz dincəlib gəlirəm. Siz işinizdə olun. Ata, kimi itirmisən? Kimi yox. Melodiyanı itirmişəm. Melodiyanı itirmək mümkün deyil. Onu unutmaq olar. Unutmaq? Melodiyanı? Mən? Bu mümkün olan şey deyil kızım. Mən onu itirdim. Kızım, xahiş edirəm, məni tək bırax. Məndən narahat olma kızım. Mən sadəcə olaraq tək qalmaq istəyirəm. Elə istəyirdik səni sevindirək. Bağışlayın xanım, siz mənim yerimdə əyləşmişsiniz.
Təzə bir şey fikirləşə bilmirdin atacan. Bağışlayın. Siz Allah bağışlayın. Əyləş. Yer ikimizə də bəs eləyər. Dərddə adam oxşuyursuz. Sən qəhbəsən? Xeyr. Heç yaxşıdır, gəlsəm də nə? Doğrudur, hərdən sevişməyim olur. Amma hər adamla yox. Xoşum gələn kişi olanda. Nə fərqi var? Fərqi çoxdur. Amma sən belə şeyləri başa düşməzsən. Sən mənim atamdan olmusan? Gəlsin, mən ki... Sən demək istəyirsən ki, sənin atan mənim xoşuma gəlir ya yox? Hı? Hə, xoşuma gəlir. Sənin atan çox yaxşı kişidir. Amma sən ona heç oxşamamısan. Mən onu çox istəyirəm. Qorxma, aramızda heç nə olmayıb. Yox, mən... Nə özü buna həvəs göstərib, nə də mənim ağlıma belə bir şey gəlib. Aydın məsələdir nəyə görə. Yoxsa istədiyim budur ki, mən onunla yatım? Hı? Sən nə utanmaz adamsan. Əlbəttə, bu əxlaqsızlıqdır. Amma sənin atan tək tənhadır, özü də bundan əzab çəkir. Bəs bu sənin vecinə deyil? Yox. O tənha deyil. O tənha deyil. Onun oğlanları var, onun qızı var, onun nəvələri var. Biz hamımız onu sevirik. O gün atanla bura gəlmişdiniz? Hə, Siz kimisə axtarırsınız? Bu nə qərib evdir? Məsələ burasındadır ki, bu evin sahibi düz qapısının ağzında öz sevgilisinin şərəfinə ağac əkmişdi. Amma haçansa kimsə o ağacı kəsmişdi. O vaxtdan bu ev çox tənha görünürdü. Tənhalığa son qoymaq üçün Bəsdir, burada Allahım. yenidən Ged o tərəfdə ağac məni əkmək gözlə. lazım idi. Və onu bir cüt aşiq etməli idi. Bəs kimdir belə? Bu ağacı əkən o bir cüt aşıq.
Salam. Murad sizsiz? Ha. Buyurun, geçin. Siz benim adımı hardan bilirsiniz? Rəna zəng elədi. Rəna. Dedi ki, anasının gözlədiyi o cavan oğlan gələcək. Bu Rənanın şəkli. Yox, o Rənanın anasıdır. Rəna anasına çox oxşayır, elə deyilmi? O qəribə ev söküləndə siz də oradaydınız. Ay canım, nə qəribə, əyləşin. Bütün bunlar Rənanın uydurmalarıdır. Rəna 4 yaşında anasını itirib. Heç atasının üzünü də görməyib. Onu mən böyütmüşəm. Rəna da anası kimi çox kövrəkdir. Hər şeyi ürəyinə götürür. İndi də ağılına salıb ki, güya xərçəx xəstəliyi var onda. Buyurun, çay. İç sizinkidir. Hə. Dünənə sizin yanınızdadır. Hı. Çox sağ ol. Dünən axşam halım çox pisləşmişdi. Huşumu itirmişdim. Təcili yardım maşınında özümə gəldim. Bugün səhərdən öz dostumu axtarıram. Gəl bura, gəl, al. Aha, bu nədir? Çox sağ ol, çox sağ ol. Fıraq giymişsiniz. Qəribədir. Bugün neysə bayram edirsiniz? Hə, düz tapmışsınız. Bugün benim ad günüm. Tənhalıq çox pis şeydir. Dostum, gedək.